İyunun 4-də və 5-də Bakı Su İdman Sarayında Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə Üzgüçülük Hamı üçün layihəsinin final mərhələsi keçirilib. Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Ardınca yarışlara rəsmi start verilib. 2 gün davam edən final mərhələsində Azərbaycan və Türkiyədən olan üzgüçülər müxtəlif yaş kateqoriyalarında mübarizə aparıblar. Azərbaycan komandası Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Mingəçevir şəhərləri, eləcə də Goranboy, Balakən və İsmayıllı rayonlarını təmsil edən iştirakçılarla yarışlarda çıxış edib. Yarışların ilk günündə 10-11, 12-13, 14-15, 46-50, 51-55, 56-60 və 61 yaşdan yuxarı, ikinci günündə isə 16-17, 18-20, 21-25, 26-30, 31-35, 36-40 və 41-45 yaş kateqoriyaları üzrə qaliblər müəyyənləşib.